Deməli, kökdə A-nı burada saxla. Bu A-nı sağa keçir. Səsim gedəcək ora görə. İnşallah gedər. A keçdi sağa, mənfi A oldu. Xarada yüksəldə tərəfin. Kökdə A-nın kvadradı. 4 çıx A-nın kvadratı. Hara getdin? Bunlar getdi A. 4'ün kvadratı, birincinin kvadratı çıxılsın. 2 vur, 4 vur A, üstə gəl A-nın kvadratı. A bərabər 4'ün kvadratı 16 çıxılsın. 2 dəfə 4'ün 8 A, üstə gəl A kvadratı. Bu ikisini sol tərəfə at. Sol tərəfə. Alınır A çıx 16 plus 8 A bərabər A-nın kvadratı. A ilə 8 A toplayanda 9 A çıx 16 A-nın kvadratına bərabərdir. Bizdən bunu soruşur. A kvadratın yerinə gətir qoy bunu yaz. 9A çıx 16 çıx 9A. 9 A'lar orada getdi. Qaldı 16. Sonra 54. Bir hansı şəkildə göstərin. X çıxılsın 3 kökdə x, y. Üstə gəl 2 y. Səsim inşallah yaxşı düşür, görünür. Bu x'i kökdə x'in kvadratı kimi yazırım. Bu 3 kökdə x, y. Kökdə x, y çıxılsın 2 kökdə x, y. Başa düşdün? 2 kök altında y'in kvadratı bu da. Bu ikisindən nə çıxar orada vurur? Kökdə x. Düzdür. Kökdə x çıx kök altında y. Çıx. Bu ikisindən 2 çıxar. Bir də bu ikisindən 2 çıxar və bundan. Bir də kökdə y çıxar. Burada qalır kökdə x. Burada qalır kökdə y. Hər ikisindən kökdə x plus y çıxarsam minus y. Səhv yazdım. Burada mənfini, bu mənfini görsən. Mənfini buradakı mənfiyə böləndə müsbət edir. Müsbəti buradakı mənfiyə böləndə mənfi yazacaqsın. Kökdə x çıx kökdə y ortaq uruğa çıxardandıq. Qalır kökdə x çıxılsın 2. Kökdə x çıx kökdə y söz adı odur. Yox, bir dəqiqə yenə söz çaşdırdıq. Kökdə x çıx 2 kökdə y yazmaqdan çıxır. Bu da varaq. 56'dan bir dənədir. 57'ni yazaq. A'nın yerinə 1K yazarsan, B'nin yerinə 2K yazarsan, qarşıdakına uyğun rəqəmlərə uyğun olaraq 2A plus olsa bunu biz ancaq laliyə atsam başa düşər. Bunu 10'cular atsam heç nə anlamayacaqlar. Çünki qısalar ayrıntılara girmirəm. Ataram da başa düşməsələr yenə başlayalım. Sən deyimə başa düşürsən də. 2A'nın yerinə K yazıram. B'nin yerinə 2K yazıram. B'nin yerinə 2K yazıram. A'nın yerinə K yazıram. Nə oldu? 14. A'nın yerinə K yazdım. B'nin yerinə 2K yazdım. A'nın yerinə K yazdım. B'nin yerinə 2K yazanda 8K olur. İki K ilə 2K toplayanda kökdə 4K. Üstə gəl kökdə K. Kökdə 16K. Kökdə 9K. 4'dən kök 2 çıxır.
16'dan kök 4 çıxır. 9'dan kök 3 çıxır. 2 kökdə k, 1 kökdə k, 3 kökdə k edir. 7 kökdə k. Kökdə k'lar getdi. 7'də 3. 11 çıx kök altı 11. 5 kök altı 66. 11 kök altı 6 çıx 6 kök altı 11. Kök altı 6. Düz yazdım. Düz yazdım. Şimdi neyine belə mağdur iş olsun. Bu 11 ilə işim yoxdur. Bu 5 kök altı 66 yerində qalır. Baba bunu var ha. Bu kökdə 11'i kökdə 11'in kvadratı yazırım. Kökdə 6 da yerində qalır. 6'nı kökdə 6'nın kvadratı yazıram. Kökdə 11 də yerində qalır. Çıx kökdə 6. 11 çıx kökdə 11 üstə gəl. İnşallah səsim gelir. Bunu yoxlayayım. Yazım tutarımı yoxlayacağım, səsim gelir. 66'nı kökdə 11 vur kökdə 6 yaz. Bu ikisindən nə çıxar ortaq olur? Kökdə 11'in kvadratı var, kökdə 11'in özü var. Kökdə 11 çıxar. Kökdə 6, kökdə 6'ın kvadratı, kökdə 6 çıxar. Burada nə qalır? Kökdə 11, burada qalır kökdə 6. Bunlar ixtisar gedir, bunlar da ixtisar gedir. 11 çıx kökdə 11. Üstə gəl. 5 bölünsün kökdə 11. Bunu mən niyə oxuyuram? Bu qaldı. Sürət məxrəci bunun qoşmasına vur. Sürəti də məxrəci də vur kökdə 11 üstəyə kökdə 6. Burada çıx da var idi. Çıx kökdə 6. Beş kökdə 11 üstəyə kökdə 6 aşağıda kök altı 11'in kvadratı çıxılsın kök altı 6'nın kvadratı çıx kök altında 6. 11 çıx kök altı 11. Bu kökdə 11 kvadrat kök. Kvadrat kök aparır, kvadrat kök aparır. 11'dən 6'ın çıxanı 5 edir. Bundan gedəcək bu. Burada qaldı kökdə 11 üstəyə kökdə 6 çıx kökdə 6. Kökdə 6'lar getdi, kökdə 11'lər getdi. Bir mənfidir, bir müsbət. Qaldı 11. 62'den sonra 64 var. Belə deyək. Görürsən bu köklərin dərəcələri ikisi də 2-dir, eynidir. Bunu mən bir kökə sala bilərəm. Kəs xətt çəkirəm, qalır kök altı 3-cü dərəcədən 4, kök altı 2. Kök altı 6-cı dərəcədən 2 üstə gəl 1. Gətir yalnızın 6-cı dərəcəyə. Bunu 6-cı dərəcəyə necə gətirərsən? Bunun da qüvvətində 1 var. Bu da özü də. Bunu 2'yə vurarsan, bunu da 2'yə vurarsan. Düzdür? Bunu 6-cı dərəcəyə necə gətirərsən? Burada 2 var axı. Bu 2'ni 3'ə vurarsan, buradakı qüvvətli 1'i də 3'ə vurarsan. Kökdə 6-cı dərəcədən 4'ün kvadratı. Üstə gəl. Kökdə 6-cı dərəcədən 2'nin kubu. Kökdə 6-cı dərəcədən 2 üstə gəl 1. Bunu belə yazmaq olar. 4 2'nin kvadratı deyil. Bu 4. 2'nin kvadratının kvadratı 2 üstə olacaq. 6-cı dərəcədən 2 üstü 4. 4'ü belə yazma. 4'ü çölə at.
Bir de daha rahatlayacaq. 6-cı dərəcənin 2'nin üstündə 3'ü bura at. Bax görsən, kubudur, üstü 4'dür. Bir dənəsini çıxardanda nə qalır? 3 dənəsini çıxardanda nə qalır? 6-cı dərəcədən kökdə 2'nin kubunu çıxartsam, 6-cı dərəcədən kökdə 2'nin bir dənəsi, bu ki 4 deyil, kubu çıxartmısan, bir dənəsi qalır içəridə. Bunun da kubdan kubu çıxardanda heç nə qalmır. 1 qalır. Aşağıda da kökdə 6-cı dərəcədən 2 üstə 1. Getdi görsən. Nə qaldı? Kök altda 6-cı dərəcədən 2'nin kubu burada çöldədir. Sən onu içəri yaza bilərsən. 6-cı dərəcədən yox. Kök altda 6-cı dərəcədən 2'nin kubu 8. Köklər belə ardıcıl olanda dərəcələr vurulur. Orada 2 də yazılmayıb. 12-ci dərəcədən 8. Yəqin ki orada ixtisar aparıb. 8 2'nin kubudur. Hər ikisi 12'nin 3'ü ixtisar aparanda nə qalır? 4-cü dərəcənin 2 üstü 1. 64'dən sonra 66. Bu ikisindən 2'ni çıxarsam nə görünəcək? 4 üstə gəl kökdə 15. Hızlı. Bu ikisindən kökdə 2'ni çıxar. Kökdə 5 çıx, kökdə 3. Orada 2 ilə kökdə 2 alındı. Saxlayayım. Uzaq bunu. Yaxşı olur. Neyəcəm? 8 üstə gəl 2 kökdə 15. Kökdə 10 çıx, kökdə 6 ilə hələ işim yoxdur. Bu kök altda 6 ifadəni 2'yə vurub böləcəm. Qıraqda hesablayanda gör nə alınır. Kökdə 2'yə vurub bölmüşəm də bunu. 8 çıx, kökdə 15. Böl 2 alındı. Bu 8 çıx, kökdə 15'i biz kökdə 5 çıx, kökdə 3'ün kvadrat kimi yaza bilərik. Nəyə görə? Bunu hesablaya bilirsən sən kvadratı. Hesablayaq. Birincinin kvadratı. Kökdə 5'in kvadratı çıxılsın. 2 vur kökdə 5 vur kökdə 3 üstə kökdə 3'ün kvadratı. 5 ilə 3 toplayanda 8 edəcək. 2 kök altında 5. Düzəldir də yəni bu. Aydın oldu. Lazım deyim sadəcə ispat eləmək üçün. Burada kvadrat kökü aparır. Yəni bu kökdən rahat çıxa bilir. Alınır kökdə 5 çıx, kök altda 3. Ancaq bu 2 kökdən çıxamır deyə kökdə 2 kimdə qalır. İndi gətir bunun yerinə. Bu ikisindən kökdə 2'ni çıxar ortaqlığa. Ən qarşıya. 8 üstə gəl 2 kök altda 15. Burada alınır. Kökdə 5 çıx, kökdə 3. Bu ikisindən çıxaranda kökdə 3. Bunun da yerinə bunu yaz. Kökdə 5 çıx, kökdə 3 böl kökdə 2.
Kökdə 2-lər 7 ixtisar. Bu 8 bayaq hesabladım. Kökdə 5 ilə kökdə 3-ün kvadratları fərqi. Fərqin kvadratı. Unut getsin. Çox dolaşdırmayaq. Bu qalsın. 2 dənə eyni ifadənin bir-birinə vuranda həmən ifadənin kvadratı alınır da. İndi bax. Düşürtdüm aşağıdan yazdım. Kökdə 5-in kvadratı nə edəcək? Kökdə 5-in kvadratı çıx 2AB. 2 kökdə 3 kökdə 3-ün kvadratı. Birinci mötərizə işim yoxdur. Kvadrat kökü apardı, kvadrat kökü apardı. 5 çıx 2 kökdə 5 dəfə 3 15 üstə 3 8 üstə gəl 2 kökdə 15. Burada da 5 ilə 3 8 edir. 8 çıx 2 kökdə 15. Görsən gəldi çıxdı kvadratlar fərqinə. 8-in kvadratı çıxılsın 2 kökdə 15-in kvadratı. 64 çıxılsın 2-in kvadratı 4. Kökdə 15-in kvadratı da 15. 64 çıx 60. Uzun çəkdi. 69-dan 2 dənədir. Kök altda. Şərtdə özü verib. Modulda A 1-dən böyük bərabərdir. Ona hələ ki dəyməyim, görüm nə işimə yarayacaq. Orta məxrəci gətirəndə bu 1-in məxrəci 1-dir. Bunun yox, qulağına, qulaq deyirik də, A kvadrat yaz. Buna nə yazacaqsan? A yazacaqsan. Məxrəc A kvadrat eləməlisən, məqsəd odur. Bunun sürət məxrəcini vur A kvadratına. Alındı A kvadratında A kvadratı. 2A-da A kvadratı 1 bölü A kvadratı. Eyni tema burada da var. 1 yuxarıda. A kvadratına vuracaqsın. Bunu A-ya vuracaqsın. Digərliyinə işin yoxdur. A kvadratı böl A kvadratı. Üstə gəl 2A bölünsün A-nın kvadratı. Üstə gəl 1 bölü A-nın kvadratı. Məxrəcdə A kvadratı. Sürətdə A kvadratı çıx 2A üstə 1 düzdür. Məxrəcdə A kvadratı. A kvadratı üstə 2A üstə 1. Yuxarıdakı yığılır. Aşağı yox, burada da yığılır. Burada modulda salacaq. Hər ikisi cütdür. Burada 2 var axı. Hər ikisi cütdür. Nisbətləri təkdir. Modulda açıq 1. Çıxılsın. Modulda A plus 1. Yəni A kvadratı yazmaq düz deyildi. A'dan kök A çıxır. Burada da A çıxır. İndi nə edəcəyik? Modulların nisbəti düzdür. Modulların nisbətini bütöv modulun nisbəti kimi yaza bilərsən. Bax, buradan gəlmişdik. Bunu ayrı-ayrı kəsrlər kimi göstərirəm. A bölü A çıx 1 bölü A. Məxrəcləri eynidir deyə çıxanda təzədən sürətlər çıxılacaq, bu alınacaq. Digər mötərizənin də eyni, modul da eyni cür. 1 çıxılsın 1 bölü A, 1 üstə gəl 1 bölü A. İndi bu modulları necə yazacağam? A 1-dən böyük bərabər olduqda. Modulda A. Bunun mənası bizə nədir? A-nın modulu nə zaman 1-dən böyük olar?
birdən böyük ədədlər olsa, 2-nin modulu 1-dən böyükdür, 3-ün modulu 1-dən böyükdür. Bir də mənfi 1-dən balaca ədədlər götürsən. Mənfi 1-in özünü götürə bilərsən. Mənfi 1-in modulu 1-dir. 1 1-dən böyük bərabərdir. Mənfi 2-nin modulu 2-dir. 2 1-dən böyükdür. Çətin deyil. Buradan da bu tərəfə. İndi istəyirsən bu intervaldan götür. İstəyirsən bu tərəfdən götür. İstəyirsən bu tərəfdən götür. Bu tərəfdən götür, rəqəm qoy. Mənfi 2 götür buradan. Tutaq ki, mənfi 2. A-nın yerinə mənfi 2 qoy, hesabla bir dənə. Mənfi 2-də 1, qarşıda da mənfi var ki, 1 çıxılsın. 1 bölünsün mənfi 2-ni hesabla. 1, bu mənfi mənfiyə deyir, buradakı mənfi mənfiyə deyir. Üstə gəl, 1 üstəyə 2-də 1, yəni nəticə etibarilə müsbət alınır. Mənfi 2-ni burada da qoysan müsbət alınır. 1 üstə gəl, tutaq ki, 1 bölünsün mənfi 2. Bu mənfi müsbətə deyir, mənfi 1 çıx 2-də 1 yaradır. O da müsbətdir. Düzdür. Yəni istəyirsən sol intervaldan qoy, istəyirsən sağ intervaldan qoy. 1 həmişə 1 bölü A-dan böyük bərabərdir. Ona görə bu cür 1 çıxılsın 1 bölü A olduğu kimi qalır. Çıxılsın. Plusdakı plusla da işim yoxdur. Plusda həmişə olduğu kimi qalır. Prosta mötərizədə açıram ki, bu qabaqdakı bu mənfi təsir eləsin. 1 çıxılsın 1 bölü A. Çıxılsın 1, çıxılsın 1 bölü A. Birlər gedir. Mənfi 1, mənfi 2 bölü A. Gitmiş 1'ə baxaq. Gitmiş 1'dən də 2 dənədir. AB 1. BC bərabərdir. 1 bölünsün kökdə 17 çıx 4. AC də bərabərdir. 1 bölünsün kökdə 17 üstə gəl 4. Bir maraqlı şey. Birinci BC ilə bu AC ifadəsini tərəf-tərəfə vur. Çünki sol tərəfləri 1 vur. BC vurulsun AC. Sağ tərəfləri də 1 vur. 1 bölünsün kökdə 17 çıx 4. 1 bölünsün kökdə 17 üstə gəl 4. C'lər vurulur nə idi? C üstü 1, C üstü 1. B vur, A vur, C kvadratı. Burada da məxrəcdə bir dəfə çıxma, bir dəfə toplama deyil. Bunu mən sırası yazım, başa düşərsən də. 17 çıxılsın 16, bu da 1 eləyir. 1 böl 1. B vur, A vur. Şimdi bilməyəcəksiniz. Desin, hardan gəldi? Kökdə 17-nin kvadratı çıxılsın 4-ün kvadratı. B, A vur, C kvadratı. B, A-nın özü də 1 daxil. Başda özü verib. Bunun yerinə 1 yaz. 1 vur C-nin kvadratı. 1 bölünsün 17 kvadrat var imiş. Çıx 16. C kvadratı bərabərdir. 1 bölünsün 17 çıx 16 1 deyil. Yazmıyor burada. 1'in kvadratı. C kvadratı 1'dir. C'dəki müsbət mənfi 1'dir. Aslında. Şərtdə nəsə deyir. Müsbət şərtdə özü deyir. Müsbət ABC ədədləri üçün. Ona görə C-nin yerinə 1 qoyuruq. Mənfini tollayırsan. C-nin yerinə 1 olan kimi ABC-ni tapmaq lazımdır. C-nin yerinə 1 olan kimi gətir burada C-nin yerinə 1 qoy. B vurulsun 1 bərabərdir. 1 bölünsün kökdə 17 çıx 4. Şu. B bərabərdir. 1 bölünsün kökdə 17 çıx 4. Bunu irrasionaldan az deyirsən. Yuxarı aşağını. Kökdə 17 üstə gəl 4-ə vursan. Kökdə 17 üstə gəl 4. Çıxılsın 4-ün kvadratı. Kökdə 17 üstə gəl 4 bölünsün. Kvadrat kökü apardı. 17-dən alacağında 1 elədi. Yazmıram heç. Bu kökdə 17 çıx 4. C-ndə A-nı tapanda A vur C daxil. Budur. Buradan istifadə elə. Ki A vurulsun. Buradan A-nı tapım.
A vurulsun 1, C-ni yine 1 yazdım. 1 bölünsün kökdə 17 çıx 4. Bunu da sürət məxrəcini bayaq kimi hesablasan kökdə 17 üstə 4 alınacaq. Yox. Səhv dedim. Səhv demədim. 8 üzmüşəm. Burada üstə gəldi axı. 17 burada üstə gəldi. Sən çıxa vuracaqsan. Çıxdır alınır. Şimdi açıq bir fərqini deyir tap. YouTube'a yükləyəcəm. Böyük götürmə oturaqdan baxan heç nə anlamayacaq. Əsas siz başa düşünün hələ ki, qıraqdakıları sonra yazın. Fikirləşərik. Sürətdə deyilim ona görə. Kökdə 7'lər gedir. -4 çıx 4, -8 hesab. Sonra. Ondan sonra tek gelir. 79'dan bir dənədir. Bir dənə deyil. 2 dənədir. Kökdə x üstə gəl 1. X kök altında x üstə gəl x üstə gəl kök altında x. Kökdə x üstə gəl 1-dən işim yoxdur. X kökdə x qalsın. X'i kökdə x'in kvadratı yazın. Kökdə x də qalsın. Tərsinə fırlat. X kvadratı çıxılsın. Bunda işim yoxdur. Kökdə x üstə gəl 1. Aşağıda kökdə x'ləri çıxar orta vurla. Qaldı x üstə gəl kökdə x üstə gəl 1. Vurulsun. Görünməsə.